Həqiqətən də nəyisə başlamaq üçün cəsarət lazımdır. Gedib kiməsə mən səni sevirəm demək üçün cəsarət lazımdır. Hardasa mən peşəkaram demək üçün cəsarət lazımdır. Özünü ifadə eləmək üçün cəsarət lazımdır. Bəzən yox demək üçün cəsarət lazımdır. Bəzən hər şeyi sıfırdan başlamaq üçün cəsarət lazımdır. Ümumiyyətlə xoşbəxtlik cəsarət tələb edir. Ancaq cəsarətli olmaqdan isə insanı saxlayan hisslər var. Bunun ən böyüyü utanc hissidir. Çünki əgər mən gedib kiməsə yaxınlaşsam, mənə yox deyə bilərlər. O zaman mən necə biri olacağam? Və yaxud da mən özümü ifadə etsəm, hansı sahədə peşəkar olduğumu desəm, səhv edərəm, birdən nəyisə düz etmərəm, birdən bacarmaram. O zaman mən necə biri olacağam? Və yaxud da bilmədiyim şeyi birdən başlasam, birdən məndə alınmaz. O zaman necə biri olacağam? Bax, o utanc hissi insanı çox vaxt xoşbəxt həyatdan saxlayır. Ancaq utanc hissinə rağmen cəsarət edən insanın əldə etmə şansı varsa, cəsarət edə bilməyən insanın, cəhd edə bilməyən insanın o şansı yoxdur. Çünki o ta başdan özünə uduzur. Çünki o bütün hadisələri olmamışdan öz fantaziyasında yaşayır və beləcə özünü məhrum edə bilir.